Məni bir dənə gəlin paylaşım, xəbər saytıdır. Ater evdən! Geri! Vurma onun əlini. Geri! Geri! Ay, bezmədi. Niyə bezirəm ki, ay qardan alım? Qapımı kənt yox. Kənt yox, yeməkdən adam bezər mi? Görəcək iş deyil. Dayan. Allaha şükür, büyük məni paylaşır ki, babaşa darvaza qoyublar. Nədir o xəbər saytının adı? Onun adı nədir? Bilmirəm, 1 milyon olub, neçə saata. Birincisi, mənim darvazam. Özüm var. Dam örtü, üstünə dam yığdırmışam. Üstünə dam yığdırmışam. O da ki, 600 manat pul vermişim. Tam eti düzdür. Tam eti düzəcəkdir, qosta gəlsin. Üstünə Allaha şükür gördüm. Hə, 600 manat pul vermişəm. Özü bunu yığılanda xoşuma gəlmir. Özü dedim ki, xoşuma gəlməyib. Mən onu elə bir havaya reklam eləmişəm. Reklam eləmişəm. 600 manat pul vermişəm. Səidə dadı. Dayan. Belə şey yığırlar. Eldəniz gildə də var. Eldəniz bax dedi ki, dəmirdən deyil. Bax taxtadan. Hələ dubarıda bax oranı, əlim qanlı idi. Bax oranı bax. Şey eləyib, gətirib ora beton mismarı vurubdu. Külək şey asanda şey olacaq. Hə, ensiz gözlə. Buna bax, ensiz. Yağış yağanda düşəcək başına. Pisdir. Bunun neçədir bax belə? Neçə gələr? Mən 600 manat vermişəm. Neçədir də bu? Belə neçəyə gələr? Ensiz gözlə. İçin taxtdan yığıb, dubarda beton deyə hasimləmə betona vurub, bağlayıb, çalıq elib qoyub ora. Dəmirdən deyil, bir şeydən deyil. Belə neçə olar ev dam üstü vuranlar? 1000 manat. Mən 600 manat pul vermişəm. Elə bu qalanda reklam eləmişəm də. Hə, düz deyirsən. Bu darvaza elə paylaşır. Darvazanı mən özüm ev alandan darvazam var idi. 200 manat deyil, 1000 manat tutar belə. Dayı enlidir. Ensizli xoşmuş, darvazanın üstüne oturmayıb. Oradan da o şey vurur. Cüzümün xoşuma gəlmədi. Deyir, gəlib göyə şey eləyəcək. Birinci mənlə dalaşmaq üçün gəlib 600 manat pulunu qaytaracağım. Dedi, gəlib 600 manat pulunu qaytaracağım. Onu da söküb, qoy mən deyir, ziyan o söküb. Ki ensizdir. Donur. Evini sat. Evimi niye satıram? 600 manat. Yo 600 manat nağdı vermişəm Allah'ın olsun. Quranın adına. Mənə pulsuz eləməyib, bir şey eləməyib, reklamını eləmişəm. Sən niyə elə deyirsən ay xəbər saytı? Mənə darvaza qoymayıb, mənə gətirib pulsuz bir şey eləməyib. Allah şükür 600 manat sahib pul vermişəm əlinə. Bu nədir reklamdan ötürü şeydən, primdən ötürü donur? Niyə donur Donur. Donur. İndi də dondu uşaqlar. Dır, çox sağ ol. 600 manat hava idi. İndi də donmuşam. Dondu. Ha, o birisine çevirdim. Qadına pulunu vermişəm, bir də o da qalanı da reklama əvəzi şey eləmişəm də. Yox, indi də deyəndə. Heç xoşuma gəlməyib özüm. Özünə də demişəm ki, mənim gəl tanışlara baxıb deyib xoşumuza gəlməyib, ensizdir. Çox ensizdir, ensiz eləyib. Yağış yağanda elə bir, tutaq ki, mən taksi çalmışam. Qonşumda var, Eldəniz gildə də var, enlidir. Deyib, bax o qonşumda var, enlidir. Ensizdir. Mənim xoşuma gəlmədi. Özünə də dedim, dedi gəlib, açıq tezdən enli yığacaq. Birinci dalaşdıq, dedim, bu, birinci maddə dedim 1700 manatdır, dedim, orada 1700 manatlıq iş yoxdur. Orada nə şifir gedir ki, mən 1700 manatlıq, ensiz gözdə. Beton şeylə də bağlamısan, ki də taxta, dəmirdən yığılmayıb var. Hə, birinci şey sonra dedi ki, pulunu verəcəm, yaxşı etməyib, dedi, pulunu verəcəm, oranda söküb tökəcəm yeri. Baha ediblər. Mən 600 manat vermişəm, uşaqlar, qalanda reklama. 600 manat. Amma o gəlin. O xəbər saytına bax, çox səhv. Elə danışır ki, kütləni mənim üstümə qaldırır. Elə danışır ki, mənə darvaza qoymuyorlar, darvazam Allah'a şükür, ev alandan darvazam var. Bir dön üstünə qoyubdu, 600 manat pul vermişəm. Toyuqlarla 600 manat pul vermişəm. Qalanı elə bir 1000 manatını bilmirəm, o neçə tutar.
1000 üstü. Hə, birinci elə dedin 1700 manat da onun üstü. Bilmirəm, paylaşım özə neçə saata 1 milyon baxış gəlib. Ağzına gələni də orada yazıblar. Mənim bir yazıb darvazam yoxdur, bunu yazı. Az Allahınız olsun, mən evvel anlat darvazam var da. Darvazamı rehlətmişəm. Darvazamı alınıb darvaza qoymayıb ama. 600 bahadır. Deyək ha, xəngələşin. Bax, bunu darvaza qoydudu, şey üstü. 600 manat pul verdim. Qalanda dedi, 1700 reklamada, eşitməni. Bax, bunu da eldəniz gəldi, baxdı. Dedi, qardaş, bu ensizdir, xoşuna gəlmədi. Külək sadəsə buna bax, içi taxtadandır. Deyək, orada bax, görsən, bax. Şeylə bağlayıblar, bax. Beton mismarla da oradan da çəkib bağlayıblar. Bax, ensizdir, bax, gör nə qədər ensizdir. Yağış yağanda darvazanın da başında tam oturmuyub. Qəşək deyil. Mən də bəyənmədim. Özə dedim ki, bəyənmədim, Ayğur İnşaat. Yani ensizdir. Çox ensizdir. Qonşularda da baxıram, enlidir. 600 manat pul vermişəm. İndi bu valla 1700 eldənizlə biraz dilləş şeylərdir. Eldəniz dedi ki, o da 1700 manatlıq iş yoxdur. 1700 manatlıq şey yoxdur orada. Pisdir. Bax ediblər. İndi mən də istəyəm, mənə dam örtükləri mənlə əlaqə saxlasın ki, belə bir dam örtüyü neçəyə yığarlar. Ta ondan sonra beləçi üstünə də 400 manat qoyub öz pulundan yaxşısını yığdırar. Nasıl 600 manat vermişəm. Mənim xoşuma ki, deyir, gəlib dəyişəcəm. Enli eləsin, çox ensizdir, xoşuma gəlmədi. Təzəsini yığdır. Ta hardan alım, elə danışırsınız ki, elə bir bankım var, pul tökülür. Olsa mənə hamılı oxuyur dana. Danışsınlar da hürmək peşələridir. Yox, o gəlin, aynısı, o gəlin düz danışmırıq o xəbər saytı. Buradan ona səslənirəm. Sən çox düz danışmırsan, axı, mənim darvaza qoyulmayıb, qadan alınma. Mən 600 manat pul vermişəm. Yerdə də qalıb 1000 manatı, 400 manat elibdir. Mən də bir yerə kütləyə, bax, 1 milyon səndə gəldi. 1 milyon yarım məndə gəlib baxışı. Havayı ilə bir reklam eləmişəm. Mənə darvaza alıb qoyublar ki. Evalandan darvazam var. Darvazamı rehlətmişəm. Reklam neçəyədir səndə? Nətər reklam neçədir? Kütləm var. Nətər reklam neçədir ay qardaş? Cəmaat neçə verir reklam? Cəmaat bir dənə story'da reklam paylaşır 1000 manada. Story'da bir günlük. Cəmaat reklama nəyə gəlir yığır? Kütlə olur deyin reklama gəlir. Kayıtlara düşür deyin reklama gəlir. O gəlin reklam eləyib, sözdə de, anti-reklamın özü də bir reklamdır. Harada sən? Evin qəşəkdir. Beş manada deyərsən reklam. Alo. Bəli. Nəfərsən, bax olur. Çox sağ olun. Neyirsən, baxsana, burada bir xala danışmaq istəyir. Səni də çox istəyir, də çox istəyir, alba boş. Danışılma böyle şeydirsin. Xala nətərsən? Sağ ol, haram, sağ olmaz olsun. Müddətdə yaşayırsınız. Kənd ləhcəsindən dediniz. Kənddə qarşıyırsınız, kənd ləhcəsi ilə dediniz. Xalan sağ qurban olsun. Mənim xalalarım o vaxtlar elə deyirdi. Uşağı idim, kəndə gedirdim. Qayıdıb verdim, bu sağ xalan qurban. Elə dediniz. Hə. Çox. Sifətim var paparıldayır. Həqqi. Evimdən eləsən deyəsən, qızıma evə görə verirsən. Qadınların evindən xoşum gəlir. Xoşum gəlmədi danışığından. Yer gel. Ad böyle dedim sizdən. Deyir evindən xoşum gəlir. Qızını mənə evə görə verirsən deməli. Mən lox deyiləm. Mən xanım istəyirəm. Məni sevsin gəlsin. Başa düşdünüz? Sevsin gəlsin. Ev eşiyə görə yox. Dünya malı dünyada qalacaq. Demir az, xoşbəxt olun, əlinə verin, qızımı sağ verəcəm.
evinden xoşum gəldi. Gözlə, verəcəm sağ evi. Affedin çok da beni bir şey göstereyim. Allah razı olsun. Bir şey göstereyim. Hoşum gəlmədi, uşaqlar danışıq üzünə ad boy verdim. Danışığı mahallede söyləmədi.